Salam dəyərli şagirdlər. Bugün sizinlə natural ədədlər mövzusunda müəyyən sualların həllinə baxacağıq. İlk olaraq test 1-də 4-cü sualdan başlayırıq. Burada deyir ki, AB və BA iki rəqəmli ədədlərdir. Yandakı toplama əməlinə görə A üstəgəl B aşağıdakilərdən hansıdır? Burada baxırıq ki, B üstəgəl A 5-ə bərabərdir, verilib. Yəni bu ya 5-dir, ya da 15-dir bildiyimiz kimi. Və burada da A üstəgəl B 16 olub. Buradan anlayırıq ki, deməli B üstəgəl A 15-ə bərabərdir. Burada 5 yazılıb, 1 yadda qalıb və daha sonra A üstəgəl B 15, o da 1 yadda 16 olub. Ona görə cavabımız olur B variantı 15. Daha sonra 6-cı sual, bu rahat bir sualdır əslində. Ədədi 6-ya böldükdə qismətdə 66 alınır. Bu hansı ədəddir? Deməli, bunu tapmaq üçün, yəni burada bölmə əməlini tərsdən soruşur sadəcə. Yəni, hər hansı bir x ədədini 6-ya böləndə 66 alınıbsa, x tapmaq üçün 66-nı 6-ya vurmalıyıq. Bu da neçə eləyir? Yəni, vuraraq, 6 atı vuraraq da tapa bilərsiniz. Daha rahat olsun deyə 60'ı 6'ya vurarsınız 360, 6'nı 6'ya vurarsınız 36. Topladığımız zaman da 360 üstə gəl 36, 396 olacaq. A variantı. 10-cu sual bir EBOB sualıdır. EBOB bildiyimiz kimi ən böyük ortaq böləndir. Yəni 48 və 72-nin ən böyük ortaq bölənini tapmalıyıq. Bunun üçün hər ikisini sadə vurğulara ayırırıq. 24, 36, 2'ye bölürük. 12, 18, 2'ye bölürük. 6, 9 ve 3'e bölürük. 2, 3. Burada yuxarıda qalanların hasili olur EBOB. Deməli, EBOB'umuz neçə olacaq? 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 3. Yəni 2 üstü 3 vur 3. O da 24'ə bərabərdir. Əslində bunu şifahi olaraq da tapmaq mümkündür. 48 və 72'nin bölündüyü ən böyük ədəd. Yəni baxanda belə görünür ki, bu 24'dür. Daha sonra keçək test 2'yə. Test 2. Deyir, aşağıdakilərdən, deməli, ikinci sualda baxırıq. Aşağıdakilərdən hansı 3 tək ədədin cəmi ola bilməz? 3 tək ədəd. Öncəliklə biz baxaq. Tək, üstəgəl, tək, üstəgəl, tək bizə nə verir? 2 dənə tək ədədin cəmi bizə cüt ədəd verir. Və bir cüt ədədlə bir tək ədədin cəmi nə olur? Yəni bunu da necə daha rahat tapa bilərsiniz? Yerinə bir ədəd qoyaraq. Məsələn, bir tək ədəd 5 olsun, cüt ədəd 4 olsun. Bunların cəmi nə verir? 9 verir. Deməli, cüt ədədlə tək ədədin cəmi də tək ədəd verir. Deməli, yekun olaraq bunların cəmi nə olmalıdır? 3 tək ədədin cəmi tək olmalıdır. Amma bizdə deyir, hansı ola bilməz? Ola bilməz deyirsə, deməli bu 24 ola bilməz. Çünki 24 necədir? Cüt bir ədəddir. Daha sonra yine bayaqkına uyğun bir sual. AB və BA iki rəqəmli ədədləri verilib. Buradakı toplama əməlinə görə ikisinin cəmini tapaq. Yenə görürük ki, B üstəgəl A 0 verilib. Yəni bu deməkdir ki, bu 10'a bərabərdir. Onda olur 1 yadda. Daha sonra isə A üstəgəl B 11 verilibsə 10, o da 1 yadda 11 olub deməkdir. Buradan bilirik ki, ikisinin cəmi A üstəgəl B nəyə bərabərdir? 10'a bərabərdir. B variantı. 4-cü suala baxaq. Bu deməli çıxma sualıdır. A üstəgəl B üstəgəl C-ni istəyir. Üçünün cəmini istəyir bizdən. İndi baxaq. B-dən 7'ni çıxıb 5 almışıqsa, deməli B-miz neçədir? 12'dir ki, biz oradan çıxmışıq, 7'ni 5 almışıq. Deməli B-nin yerində duran ədəd neçədir? 2'dir. Amma 2'dən çıxa bilmədiyimizə görə biz burada 4'dən bir vahid alıb vermişik bura. 4'ün yerində qalıb 3. İndi 3'dən 9'u çıxmışıq. Daha doğrusu 3'dən C-ni çıxmışıq, 9 almışıq. Yəni 13'dən C-ni çıxmışıq, 9 almışıqsa, indi 13'dən də 9'u çıxıb C-ni almalıyıq. O zaman C neçə olacaq? 4 olacaq. Və burada 3 olduğuna görə bundan da birini alıb bura vermişdik. A'dan birini alıb vermişdik. İndi A'dan 5 çıxıb 1 almışıq. Deməli 6'dan 5 çıxıb 1 almışıq. Amma burada nə var? Bir vahid vermişdik yana. Deməli, A nəyə bərabər olacaq? 1 üstəgəl 5 üstəgəl 1. Yəni 7. A da olur 7. Bizdən də bunların cəmini istəyir. A üstəgəl B üstəgəl C bərabərdir 2 üstəgəl 4 üstəgəl 7. O da olacaq 13. B variantı. Daha sonra
Keçirik test 3-ə. Deyir 15 ilə 87 arasında neçə natural ədəd var? İki ədəd arasında neçə ədəd olduğunu tapmaq üçün, yəni verilmiş aralığı neçə ədəd olduğunu tapmaq üçün biz bu ədədlərin fərqini tapıb üstünə 1 əlavə eləyirik. Olacaq 73 dənə. Daha sonra 920 ədədinin natural bölənlərinin sayını tapın. Natural bölənlərin sayını tapmaq üçün öncəliklə o ədədi sadə vurğulara ayırmalıyıq. Bu kənarda ayıraq. 920 öncəliklə 2-yə bölək. 2-yə böləndə 460, 2-yə bölək 230, 2-yə bölək 115, 5-ə bölək 23, 23-ə bölək 1. Bunu böldük. Natural bölənlərin sayını tapmaq üçün biz nə edirdik? Buradakı ədədi öncəliklə yazırıq. 920 bərabərdir. 2 üstü 3 vurulsun 5 üstü 1 vurulsun 23 üstü 1. Və qüvvətlərin üzərinə 1 əlavə edərək bir-birinə vururuq. Yəni K natural bölənlərin sayı bərabərdir. 3 üstəgəl 1 vurulsun 1 üstəgəl 1 vurulsun 1 üstəgəl 1. O da olacaq 4 vurulsun 2 vurulsun 2. Bərabərdir 16. İndi baxırıq uşaqlar 4-cü suala. 4-cü sualda yenə n plus m cəmini istəyir. Öncəliklə baxırıq. XY vurulsun 2. XY vurulsun 2 136-ya bərabərdir. O zaman XY nəyə bərabər olacaq? 136 bölünsün 2-yə. Oradan da tapacağıq ki, XY bərabərdir neçə? 136-nı 2-yə böldüyümüz zaman 68 edir. İndi 68-i tapdıq. Buradakı ədədimizin yerinə gördüyünüz kimi təkrar vurduğumuz üçün 136 üstəgəl 68 olacaq şəkildə yazsaq burada gətirib yerinə. 6 olur. Sonra 3 üstəgəl 8. M-in yerinə 1 yazırıq. 1 yadda. 6 üstəgəl 1. 7 o da 1 yadda. 8. 816 olur. Bizdən də nə istəyir? N və M-in cəmini istəyir. N üstəgəl M bərabərdir 8 üstəgəl 1 bərabərdir 9 olacaq. Yəni A variantı. Daha sonra 7-ci sual. Hansı həm 2-yə, həm də 9-a bölünür? Bunun üçün deməli öncə 2-yə bölünmə şərtinə baxaq. Bir ədədin 2-yə bölünmə şərti nədir? Cüt ədəd olmalıdır. Buradan görürük ki, sonu 9 ilə bitən və sonu 3 ilə bitənlərin heç biri 2-yə bölünmür. 9-a bölünmə şərti isə ondan ibarətdir ki, rəqəmlərinin cəmi 9-a bölünürsə bir ədədin, bu ədəd də 9-a bölünür. Burada 1 üstəgəl 2, 3, üstəgəl 6, 9, üstəgəl 9, 18. Bunun rəqəmlər cəmi 18-dir. Bunun rəqəmlər cəmi isə 1 üstəgəl 3, 4, üstəgəl 5, 9, üstəgəl 4, 13-dür. Gördüyünüz kimi rəqəmlər cəmi 18 olan 9-a bölünür və özü də cüt bir ədəd olduğuna görə 2-yə bölünür. Cavabımız olacaq A variantı. 8-ci sual. A və B ədədləri üçün əbob 15B, 15 və B 5-ə, əkob 15 və B 240 olarsa B-ni tapın. Deməli, əbob və əkob üçün belə bir düstur var. Yəni bunu düstursuz olaraq da çıxarmaq olar, amma işimizi rahatlaşdırması üçün bundan istifadə edə bilərik. Əkob və əbobun hasili A vur B-nin hasilinə bərabərdir. Yəni burada əbob 15B vurulsun əkob 15B. Yəni 240 vurulsun 5. Nəyə bərabərdir? 15 vurulsun B-yə. Buradan da B-ni tapmaq üçün biz 240 vurulsun 5 bölünsün 15 yazacağıq. 15 ilə 5 ixtisar gedəcək. Burada 3 qalacaq. Və 240 bölünsün 3 bərabərdir 80 olacaq. Cavabımız A variantı. Daha sonra 9-cu sual. Qarşılıqlı sadə ədədlərin hasili 30 olarsa bu ədədlərin əkobu ilə əbobunun cəmini tapın. Qarşılıqlı sadə ədədlərin əbobu 1-dir. Deyək ki, yəni hətta belə yazmayaq, direkt A ilə B ilə yazaq. A və B qarşılıqlı sadə ədədlərdir. İndi o zaman əkob AB A vur B-yə. Əbob AB isə
1'ə bərabər olur. Yəni qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə, əbubu isə 1'ə bərabər olur. O zaman burada bunların hasili 30'dursa, deməli əkob bizdən soruşulan əkob 30'a bərabərdir. Və əbubu 1'ə bərabərdir. O zaman cəmini istəyirsə olacaq 31. Yəni B variantı. 10-cu suala baxaq uşaqlar. Deyir 138'in üzərinə hansı ədədi əlavə etmək lazımdır ki, alınan ədəd 12, 16 və 18'ə tam bölünsün. Biz belə baxanda əslində görməliyik ki, 12, 16 və 18'in da böldüyü 138'ə yaxın ədəd 144'dür. Amma indi bunu necə tapa bilərik? Bunların əkobunu tapmaq lazımdır. Bunun üçün daha rahat olsun deyə ayrı-ayrı ayıra bilərik. Ayıraq 2'yə, 6, 2'yə, 3, 3'ə 1 alınır. Daha sonra 16, 2, 2, 2, daha doğrusu 8, 2, 4, 2, 2 ve 2 ve 18, 2, 9, 3, 3, 3 ve 1. Şimdi əkobu tapmaq üçün nə edirik? İlk olaraq birinciden olanları yazırıq. 2 vurulsun, 2 vurulsun, 3. İkinciden nə çatışmırsa yazırıq. Yəni burada 2 dənə 2 var. 2 dənə 2'ni əlavə edirik və üçüncüdən də bir dənə 3'ü götürürük. Çünki o birlər diğerində var. Və ilkin olaraq 16 vur 9 bərabərdir 144. Deməli biz bildik ki, bunların əkobu neçədir? 144'dür. Və 138'i 144'də tamamlamaq üçün bizdə nə çatışmır? 144 çıxılsın 138 bərabərdir 6. Cevap C variantı. Daha sonra keçək test 5'ə, 5-ci suala. 6'ya böldükdə qalıqda 5 alınan ən kiçik 3 rəqəmli natural ədəd hansıdır? Əslində bu biraz çaşdırıcı bir sual ola bilər. Məsələn 3 rəqəmli dediyinə görə direkt biz 100 neçəyə baxaq. Yəni 3 rəqəmli 6'ya bölünən ədədləri götürərək başlaya bilərik. Amma burada fikir verməliyik. Məsələn 96 6'ya bölünür. 96'ya 6'ya bölünür və 96'nın üzərinə biz 5 gəldiyimiz zaman 3 rəqəmli bir ədəd alınır. Bu da eləyir 101. Deməli biz 101'i 6'ya böldüyümüz zaman qalıqda 5 alınır və bu bizim yəni əldə etdiyimiz ən kiçik 3 rəqəmli natural ədəddir. Cavab olur A variantı. Daha sonra 6-cı testə baxaq. 6-cı testimizdə hansı sual demişik? 9-cu sual demişik. Topda ən az neçə metr parça olmalıdır ki, onu 15 metrlik və ya 25 metrlik hissələrə bölmək mümkün olsun? Bu deməkdir ki, 15 və 25'in əkobunu tapın. Əkob 15 və 25. Bu da neçə eləyir? Hər ikisini sadə vurğuları ayırıb tapa bilərik. Amma sadə vurğuları ayırmasaq da görürük ki, hər ikisinin bölündüyü ədəd, böldüyü ədəd 75'dir. Yəni 75'i 15'e böldüyümüz zaman 5, 25'e böldüyümüz zaman isə 3 alırıq. Deməli cavabımız olacaq 75 və ən az. Yəni 150 də ola bilər. Şərtdə ən az dediyi üçün 75'i götürürük. Daha sonra 7-ci testdə 1-ci sual. 4 ardıcıl ədədin cəmi 58'dir. Bu ədədlərin ən kiçiyi aşağıdakilərdən hansıdır? Ardıcıl ədəd deyirsə, biz birincisinə x, o birisinə x plus 1, o birisinə x plus 2, o birisinə x plus 3 deyə bilərik. 4 dənə ardıcıl ədədimiz. Və bunların cəmi nəyə bərabərdir? 58'ə bərabərdir. O zaman neçə x var burada? 4x üstə gəl, 1 üstə gəl, 2 üstə gəl, 3, 6 bərabərdir 58'ə. 4x bərabərdir 58 çıx 6, 52 olacaq. O zaman x nə bərabərdir? 52 bölünsün 4, o da 13 olacaq. O zaman ən kiçik ədədimiz olacaq 13, o birlərdə 14, 15, 16. Üçüncü sual. A ədədinin sadə vurğuları və sadə vurğularının sayı göstərilmişdir. Hansı doğrudur? Bax, sadə vurğu 2 dənədir, 2-dən 3 dənədir. Yəni 2'ye vurulsun 2 vurulsun 2, 5'ten də 1 dənədir. Bərabərdir olmalıdır bu. Yəni A bərabərdir. 2 üstü 3 vurulsun 5. Amma baxıram cavablarda 2 üstü 3 verilməyib. Buradakı 23
Yəni 2 üstü 3 vurulsun 5 verilməli idi. Səhv verilib. Yəni ifadəni səhv yazıblar. Cavab B variantı olmalıdır. 2 üstü 3 vurulsun 5 şəklində. Daha sonra 7-ci suala baxaq. 1, 3, 5, 8 rəqəmlərindən istifadə etməklə rəqəmləri müxtəlif olan neçə 9-a bölünən 2 rəqəmli ədəd düzəltmək olar. 2 rəqəmli ədəd. Yəni 9-a bölünən içlərində cəmi 9 verməlidir. Burada da baxırıq ki, bir dənə 18 var. 81 var. Yəni digərlərinin isə cəmi 9-a bərabər olmur, cəmi 18-ə də bərabər olmur. Demək ki, sadəcə 2 dənə düzəldə bilirik. Sonra 8-ci testə baxaq. 4-cü sual. Deyir, ədədin 10-a bölünməsindən alınan qalıq 8-dir. Bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapın. Buna hər hansı bir nümunə verərək də baxa bilərsiniz. Sadəcə yəni və hərflərlə yazaraq da, yəni hərfi ifadə olaraq da yazaraq tapa bilərsiniz. Deyək ki, 10-a bölündüyü zaman alınan bir qalıqda 8 alınan bir ədədimiz olsun. Məsələn 18. 18-i biz 10-a böləndə cavabı 1 alırıq, qalıqı da 8. Bəs biz 18-i 5-ə bölsək nə alırıq? Cavabı da 3, qalıqda isə 3. Bu hamısı üçün keçərli olar. Məsələn, baxaq, 38. 38-i 10-a böldüyümüz zaman qalıqda 8 alınır. Amma 38-i 5-ə böldüyümüz zaman qalıqda 3 alınır. Deməli, hər zaman ödənir. Cavabımız D variantı. Daha sonra baxaq. Test 9-da 4-cü sual. Bölünəni dəyişmədən böləni 3 dəfə azaltsaq, qismət necə dəyişər? Ümumiyyətlə, baxın, bölünən dəyişmir və bölən azalırsa, qismət artmalıdır. Nəyə görə? Məsələn, 20-ni, baxın, 20-ni biz bölək 4-ə, alırıq 5. İndi biz 20-ni bölək 2-yə, böləni neynədik? Azaltdıq 2 dəfə. O zaman qismət neçə olur? 10 olur. Deməli, 2 dəfə artır. Bölünən dəyişmədən bölən azalırsa, qismət artacaq. Eyni dəfə artacaq. Və 3 dəfə azalırsa, 3 dəfə artacaq. A variantı. 8-ci suala baxaq. Aşağıdakı ədədlərdən hansı mürəkkəb ədəddir? Biz mürəkkəb ədəd nədir bilirik? 2-dən daha artıq böləni olan ədədlər mürəkkəb ədədlərdir. Məsələn, 4 həm özünə bölünür, həm 1-ə bölünür, həm də 2-yə bölünür əlavə olaraq. Sadə ədədlər isə sadəcə 1-ə və özünə bölünənlərdir. Buradan da bilirik ki, 21 həm 1-ə, həm 3-ə, həm 7-yə, həm də 21-ə bölünür. Deməli, bu mürəkkəb bir ədəddir. Test 10. Burada bir deməli nə var? Ədədinin yüzlüklər və təkliklər mərtəbə vahidlərinin sayını 6 vahid artırsaq, bu ədəd necə dəyişir? Yüzlüklər, baxın, yüzlükləri 6 vahid artırırıq və təklikləri 6 vahid artırırıq. Onluqlar artmır. Bundan öndəkilərdə də 0 yazsaq heç bir mənası olmayacağına görə sadəcə bunlar yazdıq. Deməli, bu qədər artırsa, yüzlüklər 6 vahid, təkliklər 6 vahid, 606 vahid artmış olacaq ədədimiz. D variantı. İkinci sual. Hansı doğru deyil? 206 cüt ədəddir. Bəli, düzdür. 373 palindrom ədəddir. Bəli, palindrom ədəd hər iki tərəfdən oxunduğu zaman eyni cür oxunan ədəddir. 373-ü hər iki tərəfdən eyni cür oxunur. 267 deyir, mürəkkəb ədəddir. 117 sadə ədəddir. 267-yə baxmadan biz 117-nin sadə bir ədəd olmadığını bilməliyik. Nəyə görə? Rəqəmlərinin cəmi 9-dur və rəqəmlərinin cəmi 9 olanda 3-ə də 9-a da bölünür. Deməli, bu ədəd sadə ədəd deyil. Sonra baxaq neçənci suala baxırıq. 8-ci suala baxırıq. Aşağıdakı təkliflərdən hansı yanlışdır? Sadə ədədlərdən ən kiçiyi 2-dir. Bəli, düzdür. Çünki bir nə sadə, nə mürəkkəb ədəddir. Birinci düzdür. B variantında deyir, bir nə sadə, nə mürəkkəb ədəddir. Yəni, az əvvəl dedik, o da düzdür. Mürəkkəb ədədlərdən ən kiçiyi 6-dır. Xeyr, mürəkkəb ədədlərdən ən kiçiyi 4-dür. Sadə ədədlərdən yalnız biri cüt ədəddir. Bəli, sadəcə 2 cütdür. Çünki digər cüt ədədlərin hamısı 2-yə bölündüyü üçün sadə sayılmır. Cavabımız olacaq C variantı.
Və sonra neçəyə baxırıq? Test 11-də 3-cü sual. Həqiqi ölçüsü 8 kilometr olan məsafə xəritədə 4 sm olarsa miqyası təyin edin. Öncə bunu yazırıq bu formada. 4 sm bərabərdir 8 kilometr olaraq yazırıq və 8 kilometri biz çevirməliyik santimetrə. 4 santimetr bərabərdir 8 kilometr öncə metrə, oradan da santimetrə çeviririk. Yəni metrə çevirmək üçün 3 dənə, santimetrə çevirmək üçün də 2 dənə 0 əlavə elədik. Hər iki tərəfdə santimetr oldu və bunu indi ixtisar edirik 4-ə. 1 santimetr bərabərdir 4 yanında da 4 nə idi? 2 yanında da 5 dənə 0 olacaq. Deməli, bu da neçədir? 1 bölünsün 200 min. Yəni A variantı olacaq. Bu demək ki, 1 santimetrdə 200 min santimetr yerləşdirilib. 4-cü sual. A ədədi B ədədinin, B ədədi isə C ədədinin bölənidir. Baxın, şagirdlər. Biri bir ədəd digərinin bölənidirsə, bölünən əkobdur, bölən əbobdur. Bölünən əkobdur, bölən əbobdur. İndi burada A ədədi B ədədinin bölənidir. Yəni bölən A'dır. Burada da bölən B'dir. O zaman A ilə B üçün əbob bölən olacaq, yəni A. B ilə C üçün isə əbob, yəni bölən olacaq, bu dəfə B. Bizə də bu ikisinin hasilini istəyir. A vurulsun B, B variantı şəklində olacaq. Daha sonra test 5-ə baxırıq. Deyir nə? Sxemdəki ədədin rəqəmlərlə və sözlərlə yazılışı hansı bənddə doğru yazılmışdı? 100 milyonluqlardan 2 dənədir. 10 milyonluqlardan 1 dənə. Aha, milyonluqlardan 4 dənə. Sonra 100 milliklər 3 dənədir. Aha, burada hələ ki düz gedirik. 10 minliklər 0-dır, yəni yoxdur. 10 minlik yoxdur. 10 minlik olan bir B variantı var, o getdi. Minliklər neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənədir. Minliklərdə 7 dənə olmalıdır. Sıxıntı yoxdur. Yüzlüklərdə 8 dənə olmalıdır. Onluqlarda 1, 2, 3, 4, 5 dənə, yəni 56 olmalıdır. Bu getdi. Və təkliklərdə 1, 2, 3, 4, 5, 6, yəni 56 demişdik, düzdür. 6 dənədir. İndi oxunuşlarına baxaq. 214 milyon 307 min 856. 214 milyon 307 min 856. 214 milyon 317 min 856. 17 min olması üçün burada 1 olmalıydı. Ona görə C variantı səhvdir. Düzgün olur A variantı. Deməli, 22-ci testdən də bir neçə sualımız var. Onlara baxaq. Burada yenə bir əbəb sualı var. 4-cü sual, 3-cü sual. Bunlardan deməli, əbəb əkəb sualları, sadə vurğuları ayırıb baxırıq. Nisbətən fərqli olan 5-ci sualımıza baxaq. Deyir, 18-də A və 30-da A kəsirlərinin tam ədəd olması üçün A ədədinin ən kiçik qiymətinin rəqəmlərinin cəmi neçədir? Yəni, A həm 18-ə, həm də 30-a tam bölünsün deyir. Yəni, o bizdən nə istəyir? Əkob 18, 30 istəyir. Bunu tapmaq üçün də nə edirik? Hər ikisini sadə vurğulara ayırırıq. Deməli, 2-yə böləcək 9, 15, 3-ə böləcək 3, 5 və əkobumuz olacaq buradakilərin və buradakilərin hasili. Yəni, 2 vurulsun 3, vurulsun 3, vurulsun 5. Bu da edir neçə? 90. Deməli, bu 90-ın rəqəmlərinin cəmi də olacaq 9 dəgəl 0, 9. Yəni B variantı. Daha sonra 8-ci suala baxaq. ...720 cm, 216 cm və 288 cm uzunluğunda 3 dəmir çubuq bir-birinə bərabər ölçüdə kəsilməlidir. Ən az neçə dəmir parçası alınır? Yəni, bu zaman eləməli olduğumuz şey bunların
əbobunu tapmaqdır. Əbobunu tapmaq üçün 3 dənə olduğuna görə daha rahat olsun deyə ayrı-ayrı ayıraq. 720-ni ayıraq. Yedi yüz yirmi, 216, ve 288. Hamısını sadə qruplara ayırdıq. İndi əbobu tapmaq üçün baxaq. Nə edəcəyik? Ortaq olanlar. Deməli, ikilər hərəsində ən az neçə dənə var? 3 dənə bunda var. 1, 2, 3 dənə olduğuna görə bundakı ikilər. Daha sonra 3'lərə baxırıq. 3, 3. O da buradadır. Vurulsun 3, vurulsun 3. Yəni 72. Deməli, bunların əbobu 72'dir. 720'ni 72'lik parçalara bölsək 10 dənə burada alınacaq. 216'nı 72'lik parçalara bölsək 3 dənə burada alınacaq. 288'i bölsək 4 dənə burada alınacaq. Və bunları da toplayanda olacaq 17. Deməli 17 dəmir parçası alınır. Və 10-cu sual. Bağban bağında 3 fərqli növ almadan 135-180 kiloqram və 225 kiloqram toplayır. Bu almaları bir-birinə qarışdırmadan və artıq qalmayacaq şəkildə eyni kütləli yeşiklərə doldurmaq istəyir. Bunun üçün istifadə olunan yeşiyin kütləsi ən çox neçə kiloqram ola bilər? Yəni bunları neçəlik yeşiyə doldurmalıyıq? Yenə tapmalı olduğumuz şey əbobdur. Əbob 135, 180 və 225. Deməli, bunların əbobu belə yenə bayaqki kimi sadə vurğulara ayıraraq da tapa bilərik. Belə ümumi olaraq da 135'in bölündüyü ədədlərdən biri 45'dir, 180 də 45'e bölünür, 225 də 45'e bölünür. Aradakı fərq də zaten 45'dir gördüyünüz kimi. Deməli, bunların əbobu 45'dir. Sualımızda deyir, bunun üçün istifadə olunan yeşiyin kütləsi ən çox neçə ola bilər? Elə 45 olacaq burada cavabımız.